اطلب العلم أخي فهو درب به نور، به ترقى به تحيا عالما حرا فخور. اطلب العلم أخي فهو درب به نور، به ترقى به تحيا عالما حرا فخور. اطلب العلم أخي فهو درب به نور، به ترقى به تحيا عالما حرا فخور. سل إماما عاش في العلم دهورا ودهور، يطلب العلم ببذل حتى ضمته البحور. سل إماما عاش في العلم دهورا ودهور، يطلب العلم ببذل. Təfəddəl. Selamun aleyküm və rahmetullahi və bərəkət. Buyurun, xoş gəlmisiniz. Otaq belə görsənir. Allahdan bunu istəyin və əgər qədərinizdə varsa, Allah sizə bunu asanlaşdıracaq. Bu isə şəriət kitablarının qismidir. Sizə lazım olan hər növ dərmanları pulsuz əldə edə bilərsiniz. Gördüyünüz kimi bizdə həm stol üstü futbol, həm PlayStation 5 də var. Bismillah, Assalamu aleykum və rahmetullahi və bərəkətuh. Biz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəyik. Kral Saud adına universitetimiz haqqında sizin üçün video hazırlamışıq. Biz əsas qapıların önündəyik, daha sonra administrasiya binasına keçəcəyik və qardaşımız Həmzə bizə onun haqqında danışacaq. Burada müxtəlif növ tədbirlər keçirilir və demək olar ki, hər həftə yeni bir şey əlavə edirlər. Gəlin bizim food court tərəfə keçək. Burada bizim dəyərli müəllimlərimiz və tələbələrimiz iş günü ərzində gəlib dincəlib, qəhvə içib və enerji toplayırlar. أخي فهو درب به نور، به ترقى به تحيا عالما حرا فخور. كن إذا سموك اسما لتكن مثل الحضور، كن رفيقا كن عظيما كن كما تلك صقور. كن إذا سموك اسما لتكن مثل الحضور. Allahın elçisi sallallahu aleyhi və səlləm namaz vasitəsilə dincəlirdi və bizdə də əlhamdülillah hər yerdə namaz otaqları və məscidlər mövcuddur. أخي فهو درب به نور، به ترقى به تحيا عالما حرا فخور. اطلب العلم أخي. Bura tələbələr üçün ən sevimli yerlərdən biridir. İstirahət zonası. Burada PlayStation, stol üstü tenis, şahmat və digər buna bənzər əşyalar mövcuddur. Keçib baxa bilərik. Gördüyünüz kimi stol üstü futbol, PlayStation, stol üstü tenis, bilyard və şahmat. Bura əcnəbi tələbələr üçün administrasiya mərtəbəsidir. Bu gördüyümüz ofisdən yeni gələn tələbələr üçün maddi köməklik göstərilir. Daha sonra keçək. Həmçinin burada tələbələri hər il yay tətili üçün öz ölkələrinə və geri biletlərlə təmin edən Fursan şirkəti yerləşir. Gəlin irəliləyək. Bu isə tələbə sənədləri ilə məşğul olan əsas ofisdir. Həmçinin burada pulsuz ümrə və həcc ziyarətinə göndərən fond yerləşir. Bu bizim inzibati binamızdan fakültələrimizə aparan keçiddir. طالب العلم للرحمن يسجد، دينه الإسلام والقدوة أحمد، بين عينيه ضحى الآمال يبدو كضحى الشمس جميلا. İndi isə biz ərəb dili fakültəmizin önündəyik. Daha sonra içəri keçib hər şeyin necə göründüyünü göstərəcəyik. İndi ərəb dilini öyrəndiyimiz sinifimizə keçəcəyik. Baxın, bu bizim təhsil aldığımız sinifin görünüşüdür.
كل من كان لدى التوديع. Bura isə Kral Salman kitabxanasıdır. O 5 mərtəbəlidir və içində 750 mindən çox kitab var. Gəlin içərisinə baxaq, orada çox maraqlıdır. Gəlin indi kitabxanaya nəzər salaq. Mərtəbələrin birində köhnə avadanlıqlar sərgisi var. Gördüyünüz kimi belə bir kitab rəflərimiz var. Kitabxanada olduğumuz üçün sakit səslə danışacağıq. Gəlin indi keçib misal üçün bu kitabı oxuyaq. Допустим, этой книги. Попробуем посидеть и почитать. Bura kitab oxumaq sahəsidir. Həmçinin ev tapşırıqlarını da burada etmək olar. Gördüyünüz kimi kabinetlər şəklində qapalı yerlər var. Əsasən burada kişilər olur, lakin qadınlar da öyrənmək istəsələr, rahatlıqla gəlib öz notebooklarını gətirib, burada sakitlikdə, səssizlikdə heç bir problem olmadan oturub dərslərini oxuya bilərlər. Burada həmçinin kompüterlər var. Onları təhsil məqsədləri üçün istifadə etmək olar. Arxa fonda gördüyünüz bizim yataqxanalardır və daha sonra sizə göstərəcəyimiz böyük məscid. Ümumiyyətlə, elm tələb etməyin nə üçün lazım olduğunu demək istərdim. Birincisi, cəhaləti özündən uzaqlaşdırmaq üçün. Əgər siz dini elm əldə etmək niyyətindəsinizsə, cəhaləti aradan qaldıracaqsınız. Allaha düzgün şəkildə ibadət edəcəksiniz və Allahın və onun elçisinin qadağan etdiyi şeylərdən çəkinəcəksiniz. Və həmçinin ola bilsin, siz dünyavi elm seçib, öyrənib və inşallah bu ümmət üçün faydalı ola bilərsiniz. Baxın, belə bir böyük kitabxanadır. Gəlib faydalana bilərsiniz. Bura şəriət kitabları hissəsidir. Siz gəlib istənilən kitabı pulsuz götürüb, tam oxuyub və sonra geri qaytara bilərsiniz. Həmçinin bizdə ilkin qeydiyyat açılıb. Biz sizin sənədlərinizi tərcümə edəcəyik, siz növbədə olacaqsınız və qeydiyyat açılan kimi növbə qaydasında bütün sənədlərinizi təqdim edəcəyik. İlkin qeydiyyatın üstünlüyü, siz qeydiyyatda poçtunuzun təsdiqlənməyə, sənədlərinizin tərcüməsinə vaxt itirməyəcəksiniz. Sizdə hər şey hazır olacaq və sənədləri təqdim edən kimi inşallah siz qəbuldan sonra ilk həftədə qəbul olunanlar arasında ola bilərsiniz. Bura bizim qəbul komissiyamızdır. Əcnəbi tələbələrin qəbulu buradan həyata keçirilir. Gəlin baxaq. Bu Kral Saud adına universitetinin əcnəbi tələbələrin qəbulu həyata keçirdiyi əsas ofisdir. Lakin sizə xatırlatmaq istəyirdim ki, biz Səudi Ərəbistan universitetlərinə sənədlərin təqdim edilməsi, tərcüməsi, vizaların alınması və ümumiyyətlə qəbul ilə məşğul oluruq. Təkcə Kral Saud adına universitetə deyil, həm də Mədinə Universitetinə, İmam Saud Universiteti və digərlərinə başlayaraq qalan universitetlərə də sənədləri göndəririk. Həmçinin Birləşmiş Ərəb Emirlikləri, İordaniya, Kuveyt, Qətər universitetlərinə də sənədləri qəbul edirik. Kömək üçün bizə müraciət edə bilərsiniz. Biz sizi qeydiyyatdan tutmuş həmin universitetə gəlişinizə qədər bütün mərhələlərdə müşayiət edəcəyik. Əgər hər hansı bir problem yaranarsa və ya köməyə ehtiyac olarsa, bizə müraciət edə bilərsiniz. Bura tələbə yeməkxanamızdır. Gəlin keçib nahara nə olduğunu görək.
Gördüyünüz kimi belə bir naharımız var. 5 ədəd müxtəlif yemək növü seçmək olar. Daha əvvəl dediyim kimi hər binada namaz otağımız var. İndi biz yeməkxanamızdayıq. Gəlin namaz otağına keçək və baxaq. نعم نعم لكنني من غير أم Baxın belə bir görünüşü var. Sadəcə indi namaz vaxtıdır. لن يقضي ربي من يا ترى İndi isə biz Kral Xalid adına Tib şəhərciyindəyik. O bizim yataqxanamızdan 10 dəqiqəlik piyada yolda yerləşir. Və əsas demək istədiyim odur ki, bizim tələbələrimiz üçün müalicə tamamilə pulsuzdur. Həmçinin universitet lazım olan istənilən növ dərmanları pulsuz təqdim edir. Və bundan başqa, buraya hətta Guinness-in rekordlar kitabına daxil olan dünyanın ən böyük stomatoloji klinikası da daxildir. Siz də tələbə olaraq dişlərinizi tamamilə pulsuz yoxlayıb və orada müalicə oluna bilərsiniz. Arxamda təcili yardım, həmçinin pulsuz dərmanlarının alındığı aptek yerləşir. Bura Kral Xalid adlı xəstəxananın əsas girişi və onun önündə məscid yerləşir. Bu isə Ronaldo'nun oynadığı Al-Nassr stadionudur. İndi biz yataqxanamızın ərazisindəyik. Mən və dəyərli operator qardaşımız bu 32 nömrəli binada yaşayırıq. Həmçinin yataqxanamızın ərazisində həkimlə məsləhətləşə biləcəyiniz tibb məntəqəsi yerləşir. Həmçinin orada kiçik bir aptek var. Buraya isə ola bilsin növbəti 4 ili keçirəcəyiniz yerdir. العلم ضياء المستقبل والعالم صاحبه الأول والعالم يجعل دنيانا بالعلم سلاما كي نعمل العلم ضياء المستقبل Mərtəbəyə qalxan kimi bizi belə bir istirahət otağı qarşılayır. Burada dostlarla yığışıb, dərs keçib, çay içib dincələ bilərsiniz. Провести уроки, выпить чай, отдохнуть. Пройдемте. Hər mərtəbədə 4 qanat var və hər birində 8 tələbə yaşayır. İndi otaqlardan birinə keçək. Tafadal. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Xoş gəlmisiniz. Вот, добро пожаловать. Bu şkafların, çarpayının, yazı masasının hamısını universitet tərəfindən təmin edilir. Lakin kitabları, təbii ki, notebook, kompüter, digər ləvazimatları, otağın dizaynını özünüz tərtib edəcəksiniz. Baxın, çox böyük, rahat, tutumlu bir şkaf, belə bir çox rahat çarpayı, kreslo, həmçinin balkonumuz var. Otaq tamamilə yalnız bir tələbəyə məxsusdur. Lakin tək fərq ondadır ki, balkon ümumidir və bu balkonu yalnız bir qonşunuz ilə bölüşəcəksiniz. Balkonun kiçik olmasına baxmayaraq, bütün əşyalarınızı, bagajınızı ora yerləşdirə bilərsiniz. А здесь у Burası нас isə туалет и ванная. hamamdır. والعالم صاحبه الأول والعالم يجعل دنيانا بالعلم سلاما كي نعمل العلم ضياء المستقبل والعالم صاحبه الأول والعالم يجعل دنيانا بالعلم سلاما كي نعمل علماء بني قومي عرفوا تحويل الصعب إلى الأسهل
علماء لهم عقل يبني بالعلم طريقا للأفضل علماء بني قومي عرفوا تحويل الصعب إلى الأسهل Biz ən aktual sualların siyahısını topladıq. İnşallah bizim qardaşımız İlsaf mənə bu sualları verəcək. Mən isə onlara qısa və aydın cavab verməyə çalışacağam. Bəli, mən bugün inşallah müsahibəçi rolunda olacağam. Əvvəlcə Telegramda verilən suallara nəzər salaq. Сначала пройдусь по вопросам, которые задавали в Телеграме. Və ilk sual bir istifadəçindəndir. 2026-cı ildə Malik Saud Universitetinin Şəriət Fakültəsinə sənədləri göndərmək olarmı? Və həmçinin Malik Saud Universiteti və Abdüləziz Universitetlərinə dünyəvi elm üzrə pulsuz təhsil almaq olarmı? Əvvəla onu deyək ki, Kral Saud Universitetinə hazırda ərəb dili bilənlər müraciət edə bilər. Amma məhəddə ərəb dili tədrisi hal-hazırda dayandırılıb. Lakin 1 və yaxud 2 ildən sonra inşallah ola bilsin bərpa olunacaq. Bərpa olunsa biz bunu haqda mütləq məlumat verəcəyik inşallah. Telegram kanalımızı izləyin və bütün hadisələrdən xəbərdar olun. Amma əgər siz ərəb dilini bilirsinizsə, tibb fakültəsi və hərbi kafedra istisna olmaqla dünyəvi fakültələrə və həmçinin şəriət fakültələrinə müraciət edə bilərsiniz. Bu iki fakültə istisna olaraq Səudi Ərəbistanının qalan universitetlərinə müraciət edə bilərsiniz. Həmçinin ingilis dilini bilirsinizsə, ingilis dili səviyyənizdən asılı olaraq rahatlıqla müraciət edə bilərsiniz. İnşallah problem yoxdur. Növbəti sual, zəhmət olmasa qeydiyyat üçün vacib sənədlərin siyahısını və həmçinin müsbət təsir göstərə biləcək arzu olunan sənədləri sadalayın. Birincisi, ən vacib sənəd orta məktəbdə təhsili başa vurduğunuzu təsdiqləyən attestatdır. 11-ci sinif bitirməyinizi arzu olunandır. Lakin əgər 9-cu sinif attestatınız varsa, bəzi universitetlər 9-cu sinif attestatı ilə də qəbul edirlər. Yeganə istisna olan Mədinə Universitetidir. O 11-ci sinif attestatını və yaxud kollec attestatını ya da əgər diplomunuz varsa, məsələn, proqramlaşdırma sahəsində təhsili başa vurmusunuzsa, magistraturaya müraciət edə bilərsiniz. Yəni, sizin təhsil sahəniz mövcud olan universitetlərə magistraturaya sənədlərinizi təqdim edə bilərsiniz. Əlavə sənədlər haqqında cavab vermədim. Əlavə sənədlər isə sizin məktəbinizdən xəssiyyətnamə, ola bilsin ki, sizin hansısa alimlərdən ərəb dili öyrəndiyiniz haqqında təzkiyə, həmçinin digər elm tələbələrindən və yaxud böyük bir şeyxlərdən təzkiyə məktubu, yəni sizi tövsiyə edən məktub. Lakin onlar şansları çox dəyişmir. Amma gələcəkdə bəlkə də faydalı ola bilərlər. Ancaq ümumiyyətlə əsas odur ki, siz qəbul şansının hamı üçün eyni olduğunu başa düşməlisiniz. Qəbul şansı 10%-dir. Siz səbəbləri edirsiniz, Allaha təvəkkül edirsiniz. Gecə oyanın, təhəccüd namazlarını qılın, Allaha dua edin. Əgər bu sizə təqdir edilibsə, qədərinizdə varsa, Allah bunu sizə mütləq asanlaşdıracaq. Bax belə, yəni zəmanət yoxdur, amma siz səbəbləri edirsiniz. Bəlkə də siz sabah Səudi Ərəbistanının ərazisində olacaqsınız. Bu gözəl dili öyrənəcəksiniz və Quranı daha da yaxşı başa düşəcəksiniz, inşallah. Deməli, növbəti sual, qəbula hansı faktorlar təsir edir və məsələn, məktəbdə və ya kollecdə aldığınız qiymətlər qəbula təsir edirmi? Deməli, biz attestatında müxtəlif qiymətlər olan çoxlu müxtəlif tələbələr görmüşük. Deməzdim ki, bu 100% təsir edir. Çünki orta qiyməti aşağı olan tələbələr də olub ki, onları qəbul ediblər. Həmçinin əla qiymətlərlə bitirənlər də olub. Yəni, dəqiq bir meyar yoxdur. Belə deyək, əsas odur ki, sənədin özü olsun.
также у них там высокие оценки, и также их принимали. То есть нет конкретной какой-то критерии, так скажем. Главное наличие самого документа, вот что. Хорошо. А есть те, кто... Yaxşı, bəs attestatı əla olub qəbul edilməyənlər varmı? Бывает, если он Əlbəttə, olur. Bu seçim universitetinin özündəndir. Onların meyarlarından, bəlkə də ölkədən asılıdır. Çox vaxt seçim ölkəyə görə olur. Qeyri-müsəlman ölkələrindən, haradakı onlar İslam dinini daha çox yaymaq istəyirlər, onlar tələbələrin daha böyük faizini qəbul edə bilərlər. ислам, они могут больший процент студентов подавать, так как оттуда меньшее количество студентов подают документы, и как бы они... Çünki o ölkələrdən daha az tələbə sənədi verir və onlar dini və ərəb dilini yaymaq məqsədi ilə həmin ölkələrdən qəbul edirlər. Növbəti sual, sənəd təqdimi etməkdən gəlişə qədər neçə mərhələ var və bütün bunlara necə hazırlaşmaq lazımdır? И как готовиться, ну, как к этому, ко всему? Əvvəla bizim vaxtımızda xatırladığınız kimi biz 1 il, hətta 2 ilədək gözləyirdik. Əvvəlcə ilk qəbulu gözləyirsən, bundan sonra ikinci qəbulu gözləmək lazımdır və daha sonra vizanı gözləyirsən. Bəzilərimizdə bu 1 il yarım, bəzilərimizdə isə 2 il çəkdi. Полтора года, у некоторых из нас 2 года. Lakin bu il çox böyük ciddi dəyişikliklər var. İndi bu təxminən 1 gündən başlayaraq 3 aya qədər davam edir. Примерно Yəni birinci 3 aya qədər birinci qəbul gəlir, ondan sonra 3 aydan 6 aya qədər hardasa ikinci qəbul gəlir. первое принятие, примерное вам количество, то есть примерное время говорю. А далее Və viza almaq prosesi də çox sürətləndirilib. Yəni 2 il ilə müqayisə etsək çox böyük bir fərqdir. Biz bunu yaşamış insanlar kimi və qəbulu viza almağını və bura uçuşu 2 il gözləyənlər kimi gözləməyin nə qədər çətin olduğunu bilirik. пережившие это и те, которые ждали 2 года принятия, получения визы и перелета сюда, знаем, как это сложно ждать. Ну, Amma əlhəmdülillah indi bu daha sürətli və asandır. Əlhəmdülillah. облегчено. Bəli, və necə hazırlaşmalıyıq? Как готовиться? Qısa bir nəsihət olaraq deyim ki, özünüzü elmlə hazırlayın. Краткий гайд. Quran oxuyun, əzbərləyin və ərəb dili səviyyənizi artırın. В общем-то, лучше Bu yolla getsəz, bura gələrkən sizin üçün oxumaq asan da olacaq. готовить также Sənədlər tərəfindən isə inşallah bizimlə əlaqə saxlayın. да, поднять свой уровень постепенно. Это будет намного, то есть облегчением для вас по приезду. Və biz sizi yönəldəcəyik. İnşallah Qəbul, uçuş, gəlişin bütün mərhələlərində sizə kömək edəcəyik. Hər hansı bir mərhələdə suallar yaranarsa və ya köməyə ehtiyac olarsa, inşallah Allahın izni ilə əlaqədə olacağıq və kömək edəcəyik. если возникнут вопросы, понадобится помощь, иншаллах, мы с дозволения Аллаха будем на связи и будем помогать. Да, Bəli, və növbəti sual ərəb dilini öyrənmək çətindirmi? Adətən hansı çətinliklər olur? Qısaca danışın, bəlkə kiməsə maraqlıdır. расскажи вот вкратце. Может, кому-то интересно. Арабский Ərəb dili əlbəttə asan deyil, amma deməzdim ki, onu öyrənmək qeyri-mümkündür. Bu tələbənin özündən asılıdır və onun etdiyi əməllərdən. Əgər sən həqiqətən səmimi və bu dili öyrənmək istəyirsənsə, buna vaxt ayıracaqsan və bunun nəticələrini və bəhrəsini görəcəksən. Biz səbəbləri edirik, qalanı isə Allahdandır və Allah kimə istəsə bunu asanlaşdırır. Səudi Ərəbistanında olmaqda nə kimi üstünlüyü var və ərəb dili öyrənmə prosesi necə sürətlənir? Öz ölkələrində olanların bu dili onun daşıyıcısı ilə təcrübədən keçirmə imkanı yoxdur. Onlarla danışa bilmirlər. Amma siz gəldikdə və bu dildə danışdıqda bu təhsil prosesinizi çox sürətləndirəcək və bu biliklərinizə və bu dili anlamanıza çox güclü təsir edir. это намного ускорит процесс вашего обучения и очень сильно влияет на ваши знания и понимание этого языка. Практика. Təcrübə, yəni praktika ərəb dili öyrənməkdə ən vacib şeylərdən biridir. Növbəti sual, sizinlə necə əlaqə saxlamaq olar və sizdən hansı zəmanətlər var ki, aldatmayacaqsınız və ya buna bənzər bir şey Не olmayacaq? обманете. Və sənəd qəbulu ilə məşğul olan digər şirkətlərdən fərqiniz nədir? Какие у вас отличия от других компаний, которые подают, занимаются подачей? Elhamdülillah, во-первых, Əlhəmdülillah, birincisi bizimlə Telegram, WhatsApp, Instagram və digər sosial şəbəkələr vasitəsilə əlaqə saxlamaq olar. которые мы
Biz onların linklərini mütləq təsvirdə yerləşdirəcəyik. Zəmanətə gəldikdə isə Allah Subhanahu va Taala'dan qorxmaq lazımdır. Allaha qarşı səmimi, dürüst olmaq lazımdır. Həm də insanları aldatmamaq, kiminsə hüquqlarını pozmamaq lazımdır. Əlhəmdülillah biz üstəlik öz üzümüzü göstəririk və nə ilə məşğul olduğumuzu deyirik. Bu bizim nəsə faydasız və yaxud qadağan olunmuş bir işlə məşğul olmadığımızı göstərir. Buna görə də mən düşünürəm ki, bu öz özlüyündə sizin üçün artıq bir zəmanətdir. Şirkətimiz isə digər şirkətlərdən fərqlənir. Birincisi qiymətlə. Bizdə şişirdilmiş qiymətlər yoxdur. Biz tərcümə və təqdimat üçün ağla batan qiymətlər götürürük. Həmçinin bütün hazır sənədləri sizə göndəririk və serverimizdə sizin login parolu saxlayırıq. Belə ki, əgər girişi itirsəniz, parolu itirsəniz, bizim sizin hesabınıza girişimiz var və istənilən vaxt onu sizə təqdim edə bilərik. Həmçinin viza almaqda sizə kömək edirik. Yəni siz ödənişi bir dəfə edirsiniz və əgər sizi qəbul edilərsə, qəbulunuzdan viza almanıza qədər sizə kömək edirik. Başqa şirkətlər adlarını çəkməyəcəm. Onlar ayrı-ayrı ödənişlər götürürlər. Yəni əgər qəbul olmusunuzsa, viza almaq üçün, qalan sənədləri toplamaq üçün ayrıca ödəniş alırlar. Biz yalnız tərcümə etdiyimiz sənədlərə görə ödəniş alırıq. Həmçinin biz vizalarla məşğul oluruq. Ümrə vizaları və turistik vizalar edirik. Belə inşallah düşünürəm ki, bu mərhələdə bu kifayətdir inşallah. Также мы занимаемся визами, мы делаем умра-визы и туристические визы. Как-то так, иншаллах. Да, я думаю, этого на данном этапе достаточно. İnşallah. Növbəti suallar ailəlilər üçündür. Ailəni necə gətirmək və ümumiyyətlə onlar üçün hansı şərtlər var? Universitet ailəli tələbələr üçün hər hansı üstünlüklər təqdim edirmi? Университет предоставляет ли какие-то вот плюсы, плюшки какие-нибудь для семейных? Əriyyət şəhərində ailəli tələbələri pulsuz mənzillə təmin edən bir neçə fond mövcuddur. Tələbələr yalnız kommunal xidmətləri ödəməli olacaqlar. Amma bu fonlarda növbə olur. Bu xeyriyyələrə sənədlərinizi təqdim edəndən sonra təxminən yarım ilə qədər gözləyib, ondan sonra ailəniz ilə orada rahat yaşaya bilərsiniz. Bəzi universitetlər tələbənin həyat yoldaşı üçün iqamə icazəsi təqdim edir. Lakin bu ödənişlidir. Təxminən 20.000 real depozit ödəməli olacaqsınız, hansı ki sizə geri qayıdacaq. Onlar onu aylıq qaytaracaqlar və təhsilinizi bitirəndən sonra qalan bütün məbləği tamamilə geri qaytarırlar. Примерно 20 тысяч реал, которые вернутся вам. Они будут ежемесячно их возвращать, а в конце вашей учебы оставшуюся всю сумму полностью возвращают вам обратно. Но это условие гарантии, что вы можете содержать свою семью. Bu ailənizi saxlaya biləcəyinizə zəmanət şərtidir. Bu bəzi universitetlərdə mövcuddur, hamısında yox və tələbələr bundan istifadə edə bilərlər. Mən paytaxt Ər-Riyad haqqından danışdım. Qalan şəhərlərdə də təxminən eynidir, amma bəzən Mədinə kimi şəhərlərdə növbə bir qədər daha uzun ola bilər və özünə kirayə ev tutmaq lazım gələcək. Mədinədə ailəli tələbələr üçün daha yaxşı sərfəli qiymətlər var və oraya müraciət şərtləri nədir? Bizdə olduğu kimi xanımlar üçün iqamə yaşayış icazəsi lazımdırmı? Əvvəldə dediyim kimi bəzi tələbələr universitetlərində depozit yatırdıqdan sonra həyat yoldaşları üçün yaşayış icazəsi, yəni iqamə ala bilərlər. Məsələn, bizim Kral Saud Universitetində sistem belədir. Tələbə əgər fakültənin birinci və ya ikinci kursunda oxuyursa, o bu yardımı ala bilər və həyat yoldaşı üçün yaşayış icazəsi əldə edə bilər. Bəzi fondlar yaşayış icazəsi tələb etmir. Onlara viza kifayətdir. Vizası olanlar isə hər 3 aydan bir ölkəni tərk etməli, vizalarını yeniləməli və geri qayıtmalıdırlar. Lakin Rusiya Federasiyası vətəndaşlarına yeni ildən etibarən vizasız rejim vəd edilib. Amma baxarıq bu necə işləyəcək.
Посмотрим. Это уже Пока что слухи да. только. Это только слухи, но и посмотрим, может будут хорошие изменения, иншаллах. Növbəti sual demək olar ki, sonuncudur. Universitetlərə qeydiyyat nə vaxt başlayır və ilkin qeydiyyat haqqında danışın və bu ilkin qeydiyyat öncədən qeydiyyat, yəni hansı üstünlükləri var? Bizdə hal-hazırda ilkin qeydiyyat açıqdır. İstənilən şəxs sənədlərini təqdim edə bilər. Bizə göndərin, biz tərcümə edəcəyik, hesabınızı qeydiyyatdan keçirəcəyik və gözləyəcəyik. Qeydiyyat açılan kimi əvvəlcədən ilkin qeydiyyatdan keçmiş insanların növbə qaydasında sənədlərinizi qeydiyyatdan keçirib təqdim edəcəyik. Qeydiyyatın özü 2026-cı ilin may ayında açılır inşallah. Və sonuncu və bəlkə də ən maraqlı sual. Universitetin bakalavr, magistr, doktor mərhələsini bitirdikdən sonra elm əldə etməyi necə davam edə bilərəm? Бакалавра, магистра, доктора, может быть, ну как вот. Ну, ваш путь Deməli sizin yolunuz hətta məhəddən başlayaraq, yəni Ərəb dili institutundan başlayaraq artıq elm əldə etmək yoludur. Bu artıq yolunuzun başlanğıcıdır. Həmçinin bakalavr, magistr, doktorantura mərhələlərində də elm əldə edib onları artıracaqsınız və onları necə daha çox etmək olar? Elmi yayın, başqalarına öyrədin. Siz öz elminizi başqalarına öyrədəcəksiniz. Bu sizdə möhkəmlənəcək, yayılacaq və sizə də insanlara da fayda gətirəcək inşallah. Beləliklə elminiz artacaq. Həmçinin ilkin qeydiyyatla bağlı bir əlavə etmək istərdim. Keçən il saytda bəzi texniki nasazlıqlar var idi. Buna görə bəzi tələbələr hətta bu texniki problemlər üzündən sənədlərini təqdim etməyə çatdırmadılar. Qeydiyyatdan keçməyə macal tapmadılar. Çünki saytın özü işləmirdi. Onlar qeydiyyatdan keçməyə hazır idilər və bütün sənədləri qaydasında hazır idi. Lakin saytdakı texniki nasazlıq səbəbindən bunu edə bilmədilər. Buna görə də sizə məsləhətim ilkin qeydiyyatdan keçin ki, ilk həftədə sizin asanlıqla və tez qeydiyyatdan keçirək və ondan sonra gözləyəcəksiniz. Hətta bəzi tələbələr ilk gündən qəbul ediliblər. Bu il sənədlərini təqdim edən və bir gün ərzində qəbul cavabı gələn insanlar var idi. Ona görə tələsməyinizi məsləhət görürəm. Başqa sualınız varmı? Suallar bitdi, əlhəmdülillah. Əgər siz izləyicilərin sualları olarsa, bizə Telegramda yaza bilərsiniz. Sualları verin inşallah. Allah yolunuzu asanlaşdırsın. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. اطلب العلم أخي فهو درب به نور به ترقى به تحيا عالما حرا فخور اطلب العلم أخي فهو درب به نور به ترقى به تحيا عالما حرا فخور اطلب العلم أخي فهو درب به نور به ترقى به تحيا عالما حرا فخور سل إماما عاش في العلم دهورا ودهور يطلب العلم ببذل حتى ضمته البحور سل إماما عاش في العلم دهورا ودهور يطلب العلم ببذل حتى ضمته البحور صابرا في العلم صبرا حتى سموه الصبور يخرج العلم بفأل مثل ريحان الزهور صابرا في العلم صبرا حتى سموه الصبور يخرج العلم بفأل مثل ريحان الزهور اطلب العلم أخي غريبة شوية. عندنا عطورات تمثل بيئة ماليزية، تمثل الحيوانات اللي في غابات ماليزية. مثلا عندنا عطر مستوحى من النمر، من بول النمر. الفائز الثاني نبدأ نسحب كنترول. الفائز الثاني نجيب محمد. Hazırda biz zoologiya hissəsindəyik. Təbiət Elmləri Fakültəsinin binasındayıq. Gördüyünüz kimi kiçik bir muzeyimiz var. Ну, это вымершие, некоторые из видов вымершие животные, некоторые до сих пор... ما الفضل إلا لأهل العلم إنهم على الهدى لمن استهدى أدلاء وقيمة المرء ما قد كان يحسنه
والجاهلون لأهل العلم أعداء. فقم بعلم ولا تطلب به بدلا، فالناس موتى وأهل العلم أحياء. فالناس موتى وأهل العلم أحياء. أمير المؤمنين علي بن أبي طالب رضي الله عنه.